Salam dəyərli abituriyentlər. Bugün güvən nəşriyyatının sınaq imtahanları keçirilmişdi. Hal-hazırda 10-cu sinif Azərbaycan dili suallarının sürətli bir şəkildə izahını verəcəm. Və burada, yəni 11-ci sinifin suallarının video izahını yerləşdirdiyimə görə mətnlər eynidir. Yəni düzdür, bəzi suallarda müəyyən dəyişiklik var. Amma əksəriyyəti, yəni digər mətn, belə deyim, video izaha baxıb mətnləri yoxlaya bilərsiniz. Amma hansısa sualla bağlı ətraflı izah, yəni istəsəz, şərh bölməsinə yazarsınız, oradan da izahını verərəm. İndi isə ancaq qrammatika suallarına bir dənə sürətli şəkildə baxaq. Deməli, 27-ci sualda yazılışı və tələffüzü kəmiyyətə görə fərqlənən sözdə həm də səs uzanması var. Burada şərait sözü D variantında bu uşaqların belə şəraitdə yaşaması hər kəsi narahat edir, şərait. D variantını götürə bilərik. 28-də antonimli təşkil edən sözlər. Bütün variantlarda bir-birinə əks olan sözlər var, amma antonim eyni nitq hissəsinə aid olmalıdır, həm də təkcə mənasına baxmırıq. B variantına kiçik işlər, böyük olmaq. Böyükdən sonra olmaq gəlib, etmə eləmək olmaq. Kiçik isə, yəni bu işlər ismi ilə bağlı olduğuna görə nitq hissəsi fərqli olacaq. 28-də B. 29-da nümunə ilə bağlı deyilə bilməz. Burada yalnız B, yəni B variantına biz diqqət edə bilərik. Köməkçi nitq hissələrindən yalnız inkar adı işlənir. Burada isə bağlayıcısı var, özünə isə qarşılaşdırma bağlayıcısı. B variantı. 30-cu sualda doğru yanlışa baxırıq. Hələ birbaşa cavabı deyimsə, məsəl üçün 2-də yazıb ki, çıxdıqdan bu çıxışlıq halda olan isim yoxdur. Çünki çıxdıqdan, çıxmadıqdan bu feildir. Yanlışdır. 3-də yazıb ki, bağlayıcı və qoşma işlənib. Ancaq burada ancaq insan qəlbinin, yalnız insan qəlbinin bu məhdudlaşdırıcı ədatdır. 2 doğru, 3 yanlış, Y variantı. 31-ci sualda hansı cümlədə feillərin hamısı məlum növdə işlənmişdir? Məsələn, burada ikinci suala baxaq. Bütöv, bütövləşmək, bütövdür. Yəni, ıl, ış, ındır, bir də t şəkilçisi yoxdur. Dağılmaq da bütövdür, yəni ıl şəkilçisi yoxdur. Ona görə də dağılmaq ərəfəsində olan, olmayan. Bu da, yəni qrammatik mənə növün şəkilçisi yoxdur. Məlum növdür. Bir də 4-ə baxaq. Deməli, müridlərin axırıncı yığıncağı dağıldıqdan, yəni bu da sadə sözdür. Evdən bayıra çıxa bilmədi. Burada da qrammatik mənə növün şəkilçisi yoxdur. Hamısı məlum növdür, 2-4. Məsələn, birincidə köçürülmək sözündə ıl şəkilçisi var. Üçüncüdə qurulubsa sözündə ul şəkilçisi var. Yəni, onlar da qayıdış və yaxud da məhsun şəkilçisi ola bilər, amma məlum növdə iştirak eləmir. Gələk 32-ci sualda əvvəl sözün qoşma olması üçün özündən əvvəl çıxışlıqlar artırılmalıdır. Dünya sizə borclu deyil, o sizdən əvvəl yaranıb, D variantı. 33-də diqqət eləyək, nə sözü sual əvəzli kimi işlənib, nə sözü ədat kimi işlənib. Buna diqqət eləyək. Deməli, ocağın nə çəkdiyini, yəni nəyi çəkdiyini birə biz burada A-nı götürə bilərik. O, nə lazım olduğunu demədi, yəni nəyin lazım olduğunu demədi. Birə AC, nə sözü ədat kimi işlənib. Gör burada nə qəribə hadisələr baş verir, bu isə ədatdır. 1 AC, 2Y, C variantı. Nəyə görə o bilər olmur, onu da sürətli deyim. Deməli, D-də hər nə qeyri-müəyyəndir. B-də isə nə də, bu isə bağlayıcıdır, inkarlı bağlayıcısı. 34-də suala diqqət edin, yalnız biri digərləri ilə eyni köklü deyil. Yəni, 3 dənə sözdən ikisi eyni köklüdür, biri yox. A variantında köklər eynidir, amma ləkə sözü sadədir. Biz də bilirik ki, eyni köklü sözlər düzəltmə olmalıdır. Ləkə, ləkəli, ləkər, ləkələmək. Ləkə sadə olduğuna görə o bilərlə alınmır. Digər variantlarda ya hamısı eyni köklüdür, ya da ən azı 2 dənəsində olmadığına görə götürmürük. Yəni, A variantı. 35-ci sualda diqqət edək. Bir leksik, bir qrammatik şəkilçisi var. Bu, yuxu, yuxula, leksik, yuxulayır, qrammatik. 2 leksik, bir qrammatik şəkilçi, üz, üzlə, üzlət, üzlətdi. 2 leksik, bir qrammatik. Leksik şəkilçi yoxdur, qrammatik şəkilçi var. Bağışlamaq sözün kökü, ında qrammatik. 2, 3, 6, Y variantı. Uyğunluğu müəyyən edin. Baxaq, burada diqqət eləyək. Deməli, bircə saniyə, yalnız əsas nitq hissəsi kimi. Ötəri, yalqız, əsil. Bunlar yalnız əsas nitq hissəsidir. Çünki köməkçi olsaydı ötürü və yaxud da əsil, iyisiz olmalıydı. Birə gedir Y. Yalnız köməkçi kimi D, çünki kaşı götürə bilərik. 2-yə C. Çünki A variantında yalnız əsas nitq hissəsi də ola bilər. Amma 2 ancaq köməkçidir. Yəni A variantı ümumiyyətlə heç birinə getmir, qarışıqdır. 3-də həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlənə bilər. Sonra bir düz, bəri, gör, doğru. Məsələn, bir ikisini deyim. Doğru söz sifət, evə doğru qoşma.
Düz yanımda deyəndə ədat, bir də var düz yol, məsəl üçün sifət. Bir sözdə say və ədat kimi işlənə bilər. Bəri sözü zərf kimi də işlənə bilər, qoşma kimi də, həmçinin sonra zərf və qoşma kimi işlənə bilər. 1Y, 2C, 3BD, cavab 36-da C variantı. Bu bir daha təkrar edim ki, mətnlərin eyni mətnlər olduğuna görə və sualların böyük bir qismi eyni olduğuna görə bəzi suallar müəyyən qədər fərqlənir. Ona görə də birbaşa bunun üçün ayrıca belə bir video çəkmədim. Amma sırf hansısa sualı, yəni izahını eşitmək istəsəz, videonun sonunda sual nömrəsini yazarsınız, oradan ətraflı izah edərəm. Əgər video sizin üçün faydalı oldusa, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Təşəkkür edirəm.